Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Aparıcı Xoşqədəm Hidayət qızının verilişine Gül xanımın 7'dən hamilə olaraq gəlməsini bloger Suli tənqid edib. Həmin anları sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın. Necəsiniz dostlar? Elə oturmuşam. Xoşqədəm Hidayət qızının təqdimatında Sən axtarıramı izləyirəm. Elə gözüm sataşdı ki, qara neymət oturub kim? Gül xanım. Mən mutum qurudum. Tək gəlməyib. Qarnında əkiz uşaqlarla gəlib. Qurban olduğumda, nə bilim, bax gör kimə verir də, isyan eləmirəm. Amma illərlə övlad həsrətində yaşayan ailələri var. 3 uşağına baxmayan anıya 2 dənə də əkiz qarnında buyur. Gəlib yenə Xoşqədəmə sığınıb. Amma onun dərdi o deyil. Onun dərdi bilirsiniz nədir? Əri Bayram çıxıb amilin verilişinə speysə. Tələb eləyir uşaqların alimentin. Düz də eləyir. Sən gül kimi 3 uşağı atmışsan Bayramın üzərinə, aliment də vermirsən xəyasızcasına. Hələ 2 dənə də əkiz qoymuşsan, qarnında gəlmişsən. Və Xoşqədəm xanım bugün bizi sənin ikinci həyat yoldaşından tanış eləyəcək bizi. Bizə lazımdır bu. Bu biabırçılıqdır. Çığı deyəcəm, Xoşqədəm xanım bu dəfə də Gül xanımı qəbul etməyi mən şok oldum. Və mən xoş qarşılamıram. Xətrini çox istəyirəm. Dünyalar qədər dəyər verirəm, amma bu düzgün deyil. Siz nəinki studiyaya, televiziyanın qapılarından gəlib keçməyə yasaklamalısınız. Anar müəllim düz deyir. Nə qədər ki, Gül xanım və Gül xanım kimlər gəlib sizə sığınanda siz qucaq açacaqsınız, onlar da çoxalacaq. Bu nə deməkdir az? Sual verir orada bir oturan qonaq ki, belə baxan idinsə 3 uşaqla baxardın da. Deyir ki, onların ataları yaxşı deyil. Mən bu 2 əkiz uşaqlara baxacağam. Mən onları sevərək dünyaya gətirirəm. O birilərini nifrətlə gətirmişdin az. Asa hələ sən o 3 uşağın alimentin ödə vaxtında Bayram da işindən gücündən olub gəlib oturmasın amilin verilişində. Sonra əkizləri doğarsan. Bu biabırçılıq deyə nə vaxta qədər belə şeyləri efirlərdə göstərib normallaşdıracaqsınız. Gül xanımlardan çoxaldacaqsınız. Buna görə də çoxalırlar. Bir dəfə qapınızı bağlayın, görün necə azalırlar. Gül xanım bununla 3-cü dəfə də gəlir. Aliment vermək istəmir, gəlir Xoşqədəmə sığınır. İş axtarır, gəlir Xoşqədəmə sığınır. Mən anlamadım və Xoşqədəm xanım verilişində yəni format nədir? Vallahi ayıbdır. Bu Gül xanım vallah billah ayıbdır. Belə Gül xanım kimi insanları çıxardıb efirlərdə yəni gözümüzə soxmayın. Ayıbımızı gizlədək. Vallah gizlədək. Bu ayıbın ən sonu budur. Bundan o yanası mən inanmıram ki vardır. Dəhşətdir, həqiqətən də biabırçılığın bundan o yana yoxdur da, növü yoxdur. Gül xanım Xoşqədəmə gəlib sığınıb, əri də amilə. İndi gəlin baxın da, ərini dinləmək istəyən speysə baxacaq amilin verilişinə, Gül xanımın yalan dolan söhbətlərini dinləmək istəyən Xoşqədəmi izləyəcək. Və tək gəlməyib, qarnında əkiz uşaqlarla gəlib. Bu, mən nə bilim, nə deyim, mən bir dənə onu deyirəm ki, biabırçılığın, yəni piki budur. Bundan o yana varmı bir biabırçılıq? Varsa deyin görüm.